Sizə bir sual verim. İnternetdən sonra biznesi kökündən dəyişən növbəti böyük texnologiya nə olacaq? Cavabına gəldikdə isə o dalğa artıq gəlib. Sadəcə çoxları hələ bunun adını belə bilmir. Buna süni intellekt əməliyyat sistemi deyilir. Dünyada bu sistemi quran sahibkarlar artıq inanılmaz nəticələr göstərir. Bir real nümunəyə gəldikdə isə Yeni Zelandiyalı bir sahibkar Liam Otley cəmi 7 günə sıfırdan bir ideyanı götürüb, marketinqini planlayıb, infrastrukturu qurub, satışa çıxardıb və milyon dollarlıq gəlir yaradıb. Sadəcə 7 gündə. Heç bir komandanı işə götürmədən, heç bir agentliyi tutmadan. Adi bir biznes üçün bu ən azı 1 rubli işdir. Bəs fərq nədə idi? Onun arxasında heç kimdə olmayan bir şey var idi. Biznesin başdan ayağa bilən bir süni intellekt sistemi. Bu videoda mən sizə bu sistemin necə işlədiyini göstərəcəm. Əvvəlcə buna baxaq və bu işin nə qədər böyük olduğunu anlayaq. Tarixdə biznesin işləmə tərzinin kökündən dəyişən cəmi 2 böyük texnoloji dalğa olub. Birincisi sənaye inqilabı olub. Maşınlar və konveyer xəttləri gəldi. İlk bizneslər kütləvi istehsalı başladılar. Və bu dalğa necə istehsal edirik sualını dəyişdi. İkincisi isə internet. Birdən-birə otaqdan çıxmadan bütün dünyaya çata bildik. Bakıda bir otaqdan qlobal biznes qurmaq mümkün oldu. Bu dalğa isə insanlara necə satırıq sualını dəyişdi. Və indi biz bu üçüncü dalğanın tam içindəyik. Bu dalğa isə biznesi necə idarə edirik sualını dəyişir. Sənaye inqilabına gecikənlər bazardan silindi. İnternetə gecikənlər rəqiblərini uduzdu. İndi də yeni pəncərə açılıb. Və hələ ki, çox az adam bunun fərqindədir. Məhz buna görə bu videonu çəkirəm. Gəlin baxaq. Süni intellekt sistemi nədir? Əvvəlcə süni intellekt əməliyyat sisteminin və ya süni intellekt sisteminin nə olmadığını deyək. Bu, brauzerdə açılan adi bir chatbot deyil. Bu, ayda abunəlik ödədiyimiz başqa bir SaaS aləti deyil. Bu, TikTokda ya da Instagramda gördüyümüz 5 möcüzəvi prompt deyil. Süni intellekt sistemi biznesin ətrafını sarılan bütün bir süni intellekt qatıdır. Ortada bizim biznesimiz dayanır. Bu biznes dəyişə bilər, e-ticarət ola bilər, hər hansı bir xidmət, agentlik, fərq etməz. Və onun ətrafında bizi tanıyan, datamıza qoşulan, bizim yerimizə düşünə bilən və işinin bir hissəsini tam öz üzərinə götürən bir sistem qurulur. Və bu sistemlər hazırda Cloud Code adlı bir alətlə qurulur. Adında kod olmasına baxmayın, yəni belə deyim ki, bunun üçün ümumiyyətlə kodlaşma bilgisinə ehtiyac yoxdur. Bu sistem əsasən 5 qatdan ibarətdir. Hər qat təbii ki, öz başına güclüdür, amma əsl güc onları üst-üstə yığanda başlayır. Hamısını birgə işlədəndə başlayır. Gəlin bu qatlara bir baxaq. Birinci qat kontekst qatıdır. Bu süni intellektin biznesimizi öyrəndiyi qatdır. ChatGPT işlədirsinizsə, bu problemi yaxşı bilirsiniz ki, hər söhbətdə hər şeyi sıfırdan izah etməli oluruq. Strategiyamızı, komandamızı, məhsulumuzu, sanki hər gün yeni işçi işə götürüb sıfırdan öyrədirik. Düzgün qurulmuş kontekst qatı ilə bu bitir. Sistem biznesimizi bizim kimi tanıyır. Komandadakı hamını və onların rollarını bilir. Strategiyamızı bilir, proseslərimizi, tarixçəmizi, prioritetlərimizi bilir. Hər söhbət artıq tam bilgili, məlumatlı formada başlayır. Heç bir şey izah eləmirik, sadəcə əmr veririk. İkinci qata gəldikdə isə bu data qatıdır. Belə bir sual verin. Hər sabah biznesində baş verdiyini bilmək üçün neçə fərqli yerə baxırsınız? Məsələn, bank hesabınıza, məsələn, Instagram statistikasına, satış cədvəlinə, sayta, CRM sisteminə. Əksər sahibkarlar ən azı 5 hissəyə baxır. Data qatı qurulandan sonra bütün bunlar, bütün bu məlumatlar bir yerə axır, real vaxtda. Biznesin vəziyyətinə elə bil hava proqnozuna baxırmış kimi baxırıq. Və ən gözəli bu data ilə danışa bilərik. Bu ayın satışlarını keçən ayın satışları ilə müqayisə et və mənə fərqin səbəbini izah et. Və bir dəqiqə hesabat hazırdır. Üçüncü qata gəldikdə isə bu qat intellekt qatıdır. Baxın, burada iş həqiqətən maraqlı olur. Hər sabah yatağımızdan qalxmadan telefonumuza Telegram vasitəsilə tam bir briefing gəlir. Son 24 saatda biznesimizdə nə dəyişiklik baş verib? Sistem hər sabah bizim biznesimiz üzərində tam bir SWOT analizi aparır. Güclü tərəflər, zəif tərəflər, fürsətlər və ola biləcək təhlükələr. Nəticədə isə mən hər sabah saat 8-də biznesim haqqında ən məlumatlı adamam. Heç bir icazə qoşulmadım. Burada vacib məqam isə odur ki, bu qat sadəcə məlumat saxlamır. Məlumatı sintez edir. Biznesin fərqli hissələri arasında insan beyninin eyni anda tuta bilməyəcəyi əlaqələrə görür və nöqtələri birləşdirir.
kontekst qatı, data qatı və bu intellekt qatı birlikdə, yəni üst-üstə gələndə sistem böyük mənzərəni insanlardan yaxşı görür. Dördüncü qat isə avtomatlaşdırma qatıdır. Bu artıq sahibkara həyatını geri qaytaran qatdır. Nəyə görə deyirik? Çünki artıq bu qatda işin 80% və ya 80% üstündə bütün işlər avtomatlaşdırılır. Və burada kompoundlaşma baş verir. Avtomatlaşdırdığımız hər iş bir də heç vaxt qabağımıza çıxmayacaq. Çünki artıq quracağımız sistemlə bilgilər daima aktual formada olur. Sistem özünü yeniləyir və beləliklə hər həftə sistematik şəkildə öz vaxtımızı geri alırıq. 5-ci qata gəldikdə isə bu qurma qatıdır. Bu bütün zəhmətin mükafatıdır belə desək. İlk 4 qatı qurandan sonra bizdə belə bir şey yaranır. Boş vaxt. Amma söhbət 1 saat qazandığım söhbəti deyil. Söhbət fikirləşmək üçün, strateji qurmaq üçün, yeni fürsətlər axtarmaq üçün real zaman yaranır. Və burada bunu başa düşmək lazımdır ki, bizim qurduğumuz sistem həftədə təxminə görə 100 saatlıq iş varsa, onun 80%-ni avtomatlaşdırır. Və beləliklə bir həftədə 80 saatı qazanmış olursunuz. Və bu azad olan vaxtımızdan, 80 saatımızla biznesimizi böyüdə, yeni məhsullar, yeni bazarlar araşdıra bilərik və ya azadlığınızı yaşaya bilərsiniz. Hər iki vəziyyət öz seçiminizdir. İndi vacib bir şey deyim. Hazırda süni intellekt mövzusunda dəhşətli, belə deyim, səs-küy var. Hamının bir möcüzəli promptu var. Bəziləri həqiqətən faydalıdır, buna söz yoxdur. Amma buradakı problem nədir? Buradakı problem vahid bir sistemin olmamağıdır. Yəni fikirləşin, bir prompt seçirsiniz, o promptu işlədirsiniz, nəticə alırsınız və bununla da bitir. Yeni bir söhbət açmalı, bu promptu təzədən yazmalı, bilgiləri yenidən yükləməli, aktual olub olmamağı aydınlaşdırılmalıdır. Ümumiyyətlə bir sistem olmadığına görə bunlar boşdur. Ancaq bizim qurduğumuz sistemdə isə hər şey hazırdır. Sistem özünü yeniləyir. Sistem özü biznesimizi idarə edir. Və bu pəncərə, belə deyək, əbədi açıq qalmayacaq. İnternet dövründə erkən sayt açanlar necə üstünlük qazandısa, indi də süni intellekt sistemi quranlar da eyni mövqedədir. Azərbaycanda bu mövzuda danışan, bu mövzuda sistemli şəkildə özünü göstərən demək olar ki, yoxdur. Bəli, yekunlaşdıraq. Süni intellekt əməliyyat sisteminin giriş videosu bu qədər. İlk videomuzda süni intellekt əməliyyat sistemi haqqında ümumi məlumat verdik. Qatlar haqqında, necə işlədiyi haqqında. Sonraki videolarda isə bu sistemləri yavaş-yavaş qurmağa başlayacağıq. Hər bir biznesə uyğun ayrıca bir sistem, ümumi bir sistem qurmağa başlayacağıq. Videolardan xəbərdar olmaq üçün abunə olub və bəyənməyi unutmayın.